Siyasi şərhçi Rəşad Bayramov studiya qonağımızda. Rəşad bəy, xoş gəlmişsiniz, xoş gördük. Xoş gördük inşallah. Rəşad bəy, telefon danışığından sonra Paşinyan-Putin arasındakı telefon danışığından sonra Paşinyanın açıqlamaları diqqət çəkir. Düz telefon danışığı pozitiv keçib, amma heç də açıqlamalar o pozitivliyə əks etdirmir. Sonra açıqlaması mənim diqqətimi çəkdi. Yəni qeyd edir ki, əslində Ermənistan əvvəllər olmayan alternativlər yaratmaq qərarına gəlib. Təkcə iqtisadi sahəyə aid deyil, həm də siyasi sahəyə aiddir. Bugün Paşinyanın Rusiya alternativləri kimlərdir? Həm iqtisadi baxımdan, həm də siyasi baxımdan. Varmı? Təbii ki, Paşinyan yəni Avropa İttifaqına və yaxud da Avropaya yön götürən siyasi kursunu o istiqamətə götürən Paşinyan bu və digər şəkildə Rusiya ilə münasibətlərdə məsafə saxlamaq istəyirsə, mütləq şəkildə alternativləri formalaşdırmalıdır. Yəni əks halda o alternativlər formalaşmadan bu günləri Rusiya ilə bütün münasibətlərin kəsilməsi təbii ki, Ermənistana olduqca çıxılmaz, belə deyək, duruma salar. Bunun Rusiya da fərqindədir və ona görə də maksimal şəkildə o təzyiq rıçaqlarından istifadə edir. Düzdür, bu təzyiq rıçaqları böyük ölçüdə, məsələn, qazın qiymətinin artırılması və yaxud da elektrik enerjisinin ötürülməsində fasilələr və s. deyil. Amma kiçik də olsa, birbaşa insanların, fermerlərin gündəlik qazancına təsir göstərə biləcək səviyyədə bunu eləyir ki, maksimal şəkildə Paşinyan üzərində bir təzyiqi, daxili bir təzyiqi formalaşdırmış olsun. Çox üzr istəyirəm. Rusiya deyirdi ki, Ermənistan xalqı ilə bizim işimiz yoxdur. Yəni Ermənistan xalqı dost xalqdır. Amma dolayısıyla bu verdiyi qərarlar xalq olaraq, yəni fermerlərə təsir etmirmi? Təbii ki. Yəni bunun qazın qiymətinin artırılmasının fərqi nədir? Baxın, yəni qısa müddətli bir perspektivdə bu narazılığı hansısa formada formalaşdırmaq olar. Yəni biz gördük də balıqçıların etirazını gördük, süd məhsulları ilə bağlı qadağa qoyulandan sonra fermerlərin etirazını gördük, ondan qabaq mineral sulara qadağa qoyulmuşdu, onunla bağlı bir etiraz daha gördük. Bu etirazlar bu və digər şəkildə qısa müddətli perspektivdə narazılığı formalaşdırır özündə. Amma bunun, bu təzyiqin, yəni birbaşa sən artıq belə deyək, insanlara təzyiqi ehtiva eləyən addımlar atırsansa, bunun bir əks effekti də var. Yəni, başqa sözlə, bu günləri, belə deyək, böyük ölçüdə olmasa da, amma müəyyən bir kütlə bundan sonra da Ermənistanın Rusiya ilə birgə addımlamasının tərəfdarı olaraq çıxış edib və faktiki olaraq müxalifətin topladığı, yəni Rusiya bağlı olan müxalifətin topladığı səslər də məhz bu qənaəti formalaşdırır. Amma indi bu addımlar atıldıqca və nəticədə baxın, Paşinyan nə edə bilər burada? Paşinyan maksimal eləyə biləcəyi o idi ki, götürüb Putinə zəng eləsin. Ki, bunu elədi. Və bunu elədi Təbrik etmədən belə. Və açıq şəkildə də nəyi xahiş etdiyini də ictimaiyyətə çatdırdı. Yəni, başqa bir ondan qeyri-adi bir xahiş eləməyib. Sadəcə olaraq Avrasiya İqtisadi İttifaqına üzv olan dövlətlər arasında ticari münasibətlərdə nə olmalıdırsa, onun xahişini eləyib ki, bu günləri qadağa qoyulan məhsulların bazara girişinə şərait yaradılsın və nəticə etibarilə də bu şərait yaradılmır. Yaradılmırsa artıq məsuliyyət Paşinyanın üzərindən çıxır və Rusiyanın üzərinə düşür və Paşinyan da maksimum şəkildə bunu kütləyə o cür çatdırmaq istəyir. Yəni biz ilk mərhələdə Paşinyanın Putinlə telefon zənginin bütün detallarının fərqində deyildik, amma indi Paşinyan açıq şəkildə bildirir ki, mən Avrasiya İqtisadi İttifaqında qalmağın, belə deyək, vacibliyini diqqətinə çatdırdım ki, bizim üçün indi bu prioritetdir, amma onu da diqqətinə çatdırdım ki, Avropa İttifaqına inteqrasiyada bizim siyasi kursumuzdur və xalq son seçkilərdə mənə səs verməklə faktiki olaraq bu kursa səs veribdir, dəstək veribdir. O baxımdan təbii ki, bu təzyiqlər maksimal şəkildə artacaq. Gələk sualınıza, Avropa İttifaqı kompensasiya edə biləcəkmi bunları? Biz təkcə 2026-cı ilin ilk 5 aya ərzində ticari münasibətlərin dövriyyəsinə baxsaq, görərik ki, Rusiya ilə Ermənistan arasında ticari münasibətlərdə geriləmə var. Yəni, ticarət dövriyyəsinin səviyyəsində geriləmə var və böyük həcmdə bir geriləmədən söhbət gedir. Əvəzində isə keçən illə müqayisədə Avropa İttifaqı ilə Ermənistan arasında olan ticarət dövriyyəsinin həcmində 46% artım müşahidə olunub. Bu nə deməkdir? Bu o deməkdir ki, bu və ya digər şəkildə Avropa İttifaqı hansısa dəstək verməyə çalışır. Yəni söhbət bəli, bu günlər kənd təsərrüfat məhsullarından getmir. Çünki Avropa İttifaqının hər hansı bir digər ölkədən kənd təsərrüfatı məhsulları alması ilə bağlı çox belə böyük kriteriyaları var. Yəni standartlara uyğun deyil Ermənistanın. Standartları var. O baxımdan hər nə qədər indi Avropa İttifaqının rəsmiləri Avropa bazarlarının Ermənistan kənd təsərrüfatı məhsullarını
alması ilə bağlı danışıqlar aparıldığını desə də, Ermənistanın qısa müddət ərzində o standartlara cavab verən məhsul belə deyək, istehsal etmək, qablaşdırmaq və s. kimi imkanları hələ ki yoxdur. Amma əvəzində Ermənistanın bu günləri çox maraqlıdır ki, təkcə özünün istehsal etdiyi digər məhsullar yox, eyni zamanda Rusiyadan aldığı və reeksport etdiyi məhsullar var. Brilyantlardan söhbət gedir, əlvan metallardan söhbət gedir və s.dən söhbət gedir. Hansılar ki, Rusiya birbaşa sata bilmir sanksiyalar səbəbi ilə və indiyə qədər reeksport Ermənistanın Avropadan aldığı və Rusiya ötürdüyü məhsullarla bağlı idisə, indi də reeksport Rusiyadan alınıb Avropaya satılan məhsullarla bağlıdır və Rusiyanın Ermənistan üzərində daha çox təzyiq göstərməməsinin indiki mərhələdə əsas səbəblərindən biri də məhz odur. Yəni, Ermənistan üzərindən hələ də Rusiya qazanc əldə eləyir. Bu və ya digər şəkildə onların Avropa bazarlarına çıxarılması baxımından qazanc əldə eləyir. İndiki mərhələdə Avropa İttifaqının, Avrasiya İqtisadi İttifaqını, Rusiyanı əvəz etmək kimi bir imkanları faktiki olaraq mövcud deyil. Amma Paşinyan bunu açıq şəkildə dilə gətirirsə və bunu birbaşa Putinə həqiqətən də telefon danışığında diqqətinə çatdırıbsa ki, biz həm siyasi, həm iqtisadi, həm təhlükəsizlik sahəsində alternativlər formalaşdırmağa cəhd edirik və yolumuz da Avropa İttifaqı yoludur. Demək ki, hansısa belə deyək, qarantiyaları var. Ola bilər ki, çox böyük ehtimalla bu qarantiyalardan biri məsələn Türkiyə ilə bağlı olsun. Ehtimal olaraq deyirəm. Qarantiya dediniz, yəni Türkiyə üzərindən sərhədlərin açılması, Türkiyə iqtisadiyyatının Ermənistana daxil olması, yəni böyük ölçüdə bu günləri onsuz da, baxın, Ermənistan Avropa ilə hər hansı bir sərhəddi yoxdur. Yəni Ermənistan bu və ya digər şəkildə indi Avropa İttifaqına o iqtisadi belə deyək, məsələlərdə arxayın ola bilməz. Maliyyə verilə bilərmi? Verilə bilər. Küllü miqdarda maliyyə vəsaiti, kreditlər və s. Ermənistana ötürülə bilər. Amma bu maliyyə vəsaiti ilə sən bu və ya digər şəkildə alacağın məhsulu digər bazarlardan baha qiymətə alacaqsansa, sən faktiki olaraq ölkədə o iqtisadi inkişafı təmin edə bilməyəsən. Sənə Rusiyaya alternativ olan həm enerji ötürülməsi baxımından, həm məhsulların belə deyək, təqdim olunması baxımından, həm sənin məhsullarının digər bazarlara çıxması baxımından bu günlər Türkiyə sərhədi olduqca vacibdir. Və təbii ki, bu istiqamətdə də Türkiyənin ata biləcəyi addımlar ancaq və ancaq Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasından keçir. Paşinyan qısa bir dövr ərzində referendum istiqamətində addımlar ata bilərmi? Düşünürəm ki, maksimum şəkildə indi eləyəcəyi əsas iş ondan ibarət olmalıdır. Bu günləri... Olmalıdır, amma edə bilərmi mövcud vəziyyətə baxımda? Prinsipcə edə bilər. Baxın, mən bir neçə dəfə demişəm və yenə təkrar eləmək istəyirəm bunu. Paşinyanın indi ölkə daxilində hər nə qədər konstitusiyon çoxluğu olmasa da, amma müxtəlif vasitələrdən istifadə eləyərək, istəyir təzyiq vasitəsi olsun, istəyir bu günləri parlamentdə təmsil olunan həmin o partiyalarla hansısa məsələdə bazarlıq belə deyək, məsələsi olsun. Bütün bunların fonunda referendum keçirə bilər və bu günləri Paşinyanın Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirməsi onun 2018-ci ildə belə deyək, seçkiləri udmasından, hakimiyyətə gəlməsindən və yaxud da müharibədə uduzandan sonra yenidən seçkilərdə qalib gəlməsindən çətin deyil. Yəni, maksimal şəkildə bu və ya digər yollar tapmaq olar bu referendumun keçirilməsinin. Ona görə də bu günlər Paşinyan məhz o istiqamətə belə deyək, fokuslanmalıdır. Bu baş verəcəksə, onda çox rahat şəkildə indi o mesajı ki, verir ki, Avrasiya İqtisadi İttifaqının sonu, belə deyək, sonun başlanğıcıdır və s. kimi məsələlər artıq daha rahat şəkildə öz mövqeyini ortaya qoya bilər. Yəni, bu günləri, baxın, Rusiyaya dəmir yolları ilə bağlı ildə 2 milyard dollarlıq vəsait tələb eləmək cürətində olan Paşinyan və yaxud da söhbət təkcə özdə Rusiyanın, belə deyək, birbaşa dövlətin nəzarətində olan sahələrin milliləşdirilməsindən getmir. Həm də Rusiyaya yaxın olan, Rusiya ilə bağlı olan iş adamlarının belə əmlakının milliləşdirilməsi məsələsi var. Qayıq Sarokyanın başına gələnlər ortadadır. İstəyir o şərab zavodu olsun, istəyir sement zavodları olsun. Yəni, bu istiqamətdə addımlar atırsa, demək ki, kölgədə müvafiq danışıqlar mütləq şəkildə bu istiqamətdə aparılır. Və ikinci bir tərəfdən də, baxın,
Avrasiya İqtisadi İttifaqı da təkcə Rusiyadan ibarət bir qurum deyil. Amma sual yaranır. Qurum deyil. O təşkilata daxil Qazaxıstan olsun, Qırğızistan olsun, Ermənistanın baş nazirini təbrik eləyib. İndi Lukashenko ilə münasibətlər göz qabağındadır. Dediyiniz məqama gəlmək istəyirəm. Sadəcə olaraq bir qədər absurd görünür. O qrupda, o təşkilatda bir neçə ölkənin olması, amma sadəcə olaraq Rusiyanın tələbinə uyğun olaraq addım atılması bu cür təşkilatlara güvəni sarsıtmırmı? Təbii ki, güvəni sarsıdır, amma baxın, müəyyən dəyişiklik də baş verir. Yəni tədricən də olsa dəyişiklik də baş verir. İndiyə qədər kim təsəvvür eləyərdi ki, bir hərbi birlikdə təmsil olunan, bir iqtisadi ittifaqda təmsil olunan Qazaxıstan Putinin üzünə o cür sərt şəkildə Ukrayna ilə bağlı məsələni demiş olardı. Yəni birbaşa belə deyək, müharibənin dayandırılmasının vacibliyi, münaqişənin dondurulmasının vacibliyi, eyni zamanda Qarabağ məsələsinin nümunə olaraq gətirilib Rusiyaya Ukrayna ilə aparılan müharibənin mahiyyətinin başa düşülmədiyi ilə bağlı Qazaxıstan prezidenti açıq şəkildə mövqe ortaya qoyursa, sabahları bu mövqe Avrasiya İqtisadi İttifaqı Birliyi daxilində də bu və digər şəkildə qoyula bilər. Və yaxud da Avrasiya İqtisadi İttifaqından kənar, Avrasiya İqtisadi İttifaqında üzv olan ayrı-ayrı ölkələrin Ermənistanla eyni şərtlər daxilində ikitərəfli müqavilələri ortaya çıxmış ola bilər və Ermənistan onlarla rahat şəkildə ticarətini davam etdirə bilər. Yəni, bütün bunlardan o halda maksimal şəkildə uduzan məhz Rusiya olacaq. Ermənistandan daha çox, belə deyək, uduzan Rusiya olacaq. O baxımdan mən deməzdim ki, Paşinyanın əlində indi alternativlər var, amma alternativlərin formalaşdırılması üçün imkanlar var. Və Paşinyan da bu imkanlardan maksimum şəkildə istifadə edəcək, düşündüyümə görə. Çünki başqa yolu yoxdur. Yəni, bu günləri sən... Amma bir qədər zaman alacaq bir məsələdir bu. Mütləq şəkildə zaman alacaq, mütləq şəkildə, yəni deyirəm, qısa perspektivdə bu günləri Rusiyanı əvəz eləmək imkanı yoxdur. Ermənistanın ona görə də ağız açır, ona görə də xahiş eləyir, ona görə də müraciət eləyir. Amma bu heç də o demək deyil ki, orta və yaxud da uzaq belə deyək, perspektivdə də bu imkanlar olmayacaq. Amma bu zaman dilimində hazırda biz nəyə görürük? İndi həm də Ermənistanı bu iqtisadi asılılıqdan qurtara biləcək layihələrdən biri Tramp marşrutu məsələsidir. Dediyimiz tərkib hissəsi olaraq Türkiyə ilə sərhədin açılmasını da göz qabağında saxlaya bilərik həm də. Trump marşrutu ilə bağlı Paşinyan bugünkü açıqlaması var. Qeyd edir ki, yəni regiondakı qeyri-stabillik hazırda layihənin icrası məsələsinə istərsəmiz təsir edir. Sizə elə gəlmirmi ki, ümumiyyətlə təkcə İran-Amerika müharibəsi yox? Bu layihə ümumilikdə ləng gedir və buna dolayısıyla Rusiyanın Ermənistan üzərində təzyiqi də yer alırmı? Həm Rusiyanın təzyiqi yer alır, həm İranın təzyiqi yer alır. Yəni, baxın, Ermənistan bu günləri bu iki gücə qarşı dayanmaq imkanında deyil və bu və digər şəkildə müəyyən balansı formalaşdırmaq, belə deyək, məcburiyyətindədir. Bu günləri qeyd etdiyiniz məsələdə, yəni Rusiyanın o iqtisadi imkanları tamamilə qapamaması üçün məcburdur, belə deyək, prosesi ləngitməyə. Amma burada məsələ başqa şeydir. Məsələ ondan ibarətdir ki, həmin o Zəngəzur dəhlizinin Trump yolu, belə deyək, Trump marşrutu faktiki olaraq təkcə Ermənistanın özünün istəyi ilə ortaya çıxan bir layihə deyil axı. Faktiki olaraq bu 8 avqustdan sonra bu layihə artıq Amerika Birləşmiş Ştatlarının prioritetləri sırasına daxil olub. İndi Amerikanın prioriteti olub İran məsələsi. Ona görə... Baxın, Amerikanın İranla ən gərgin, belə deyək, savaş dövründə 40 günlük müharibədə və eyni zamanda da elə son 12-13 günlük ki, ardıcıl o bombardıman oldu. Onda belə Amerika Birləşmiş Ştatları Trump yolu ilə bağlı fəaliyyəti dayandırmadı. Müharibənin ən kəskin dövründə və İran tərəfindən davamlı şəkildə bəyanatların verildiyi bir vaxtda biz həmin yerdə fəaliyyət göstərəcək Amerika Birləşmiş Ştatlarının mühəndis şirkətinin regiona gəldiyini, ərazi ilə tanış olduğunu, müvafiq layihələndirməyə başladığına şahidlik etdik. Yəni, Amerika Birləşmiş Ştatları bu günləri böyük ölçüdə başı qarışa bilər hansısa istiqamətdə. Amma bu o demək deyil ki, bu, belə deyək, fəaliyyəti uzun müddət dondurmaq kimi bir niyyət olsun. Bəs Ermənistan üzərində düşən məsələyə qayıtmalı olsaq, yəni həmin yolun keçəcəyi ərazi, Ermənistanın keçəcəyi hissəsində Rusiya sərhədçiləri dayanır. Bugün Ermənistan hələ də orada Rusiya sərhədçiləri dayanmalıdırmı, dayanmamalıdırmı bu məsələnin üzərinə gəlmir. Nə üçün?
Yəni Baxın, Rusiyanın təzyiqi artacaq. Ondan mı ehtiyatlanır, yoxsa zaman hələ o zaman deyil? təbii ki, zaman o zaman deyil. Bugün zaman o zaman deyil. Yenə deyirəm, hər bir addım avtomatik olaraq bir qızıq doğurur, daha çox təzyiqi özündə ehtiva eləyir. Paşinyan addım-addım əslində belə deyək, fəaliyyəti həyata keçirir. Zvarnos hava limanından çıxarılması məsələsi böyük ölçüdə həllini tapdı rusların. Ondan sonra müvafiq sərhəd keçid məntəqələrində belə deyək, Rus sərhədçilərinin çıxarılması istiqamətində addımlar atıldı. Bir sıra sərhədlərdə Ermənistan, Türkiyə, Ermənistan, İran sərhədlərində artıq Rus hərbiçiləri tək dayanmırlar. Rus sərhədçiləri tək dayanmırlar. Ermənistanla birgə fəaliyyəti həyata keçirirlər. Bu o deməkdir ki, Zəngəzur istiqamətində də orada təkcə ruslar yox, eyni zamanda ermənilər özləri də birgə xidmət keçirirlər, dayanacaqlar. İkinci bir tərəfdən orada Amerika Birləşmiş Ştatlarının belə deyək, yola nəzarət etməsi bu və ya digər şəkildə Rus sərhədçilərinin orada dayanıb dayanmamasından belə deyək, asılı məsələ deyil. Yəni, baxın, biz həmin yolu bilirik də, yəni söhbət sərhədçilərin dayandığı ərazidən gedir və ondan sonra bir neçə kilometr məsafədən sonra belə deyək, çəkiləcək, daha doğrusu Trump yolundan söhbət gedir. Burada İranın da maraqları bu və ya digər şəkildə alına bilər layihələnmədə. Yəni deyirəm, birbaşa quru sərhəddinə hər hansı bir problem olmasın, gediş-gəlişə hər hansı bir maneçilik yaratmamaqla layihələndirməkdə olar. Rusiya sərhədçilərindən bir qədər kənarda prosesin həyata keçirilməsi də baş verə bilər. Yəni, bütün bunlar böyük ölçüdə hansısa formada bu layihəyə əngəl deyil. İkinci bir tərəfdən ən vacibi də Amerika Birləşmiş Ştatları üçün prioritetdir bu, vacibdir bu. Bu təkcə 41-42 kilometrlik bir yol demək deyil. Bu böyük bir dəhlizin, böyük layihələrin müəyyən bir tərkib hissəsidir və Amerika Birləşmiş Ştatlarının bu günləri orada öz mövcudluğunu təmin etməsi böyük bir layihələr üzərində nəzarət imkanını özü üçün əldə etmək deməkdir ki, Amerika Birləşmiş Ştatları bunu hər hansı formada kiməsə güzəştə etməyəcək. Təşəkkür edirəm. Mən təşəkkür edirəm, minnətdarım.